Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Heydər Əliyev Fondunun vitse-prezidenti, EDA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi Instagram hesabında Londonda yerləşən tarixi Marlborough sarayında keçirilən dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr, Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə təcrübələr adlı yüksək səviyyəli iqlim dialoqundan paylaşım edib. Müğənni Ofeliya Şabanova 7-dən diqqət mərkəzinə düşüb. Məlumata görə sənətçi maraqlı açıqlama verib. İfaçı bildirib ki, həyat yoldaşı ona yeni avtomobil hədiyyə edib. Şabanova avtomobilin qiymətini açıqlamaq istəməsə də, hədiyyənin həyat yoldaşı tərəfindən alındığını təsdiqləyib. Qiymət demirəm, olanı var, olmayanı var. Ərim aldı. Allah onun canını sağ eləsin.